özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Əxlaq mövzularından biri olan, bəlkə biz Əsmaül Hüsnada danışmışdıq ki, Sadiq ismi barəsində Allah Taalanın danışan zaman ki, Allah Taala sadiqdir, yəni doğru danışandır və doğru da Allah Taalanın sözü və Qurani-Kərimi də tilavət edəndən sonra hamımız bu kəlməni deyirik. Sədəqallahul əliyyul azim. Uca və əzəmətli Allah doğru buyurdu. Bu ayəni, bu kəlməni deyirik. Və buna bənzər Qurani-Kərimdə bir çox ayələr var və o həmin sözdən qaynaqlanaraq, həmin sözdən mənbə götürərək əxlaqda da belə bir xüsusiyyət var, sədaqətli olmaq. Qurani-Kərimdə Allah Taala siddiqlər barəsində danışır. Bu təkcə bu doğru danışmağı deyil. Doğru danışmaq deyil. Yəni sədaqətli olmağı göstərir. Qurani-Kərimdə Allah Taala buyurur: "Əuzu billahi mineşşeytanirracim. Ya eyyuhellezine amenu, ey iman gətirənlər, ittəqullah, təqvalı olun, günahdan çəkinin. Və kunu məəs-sadiqin, və doğrularla birgə olun." Bu ayəni bu cür tərcümə edirlər. Doğrularla birgə olun. Doğrularla, yəni sədaqətli olanlarla olun. Sadiq insanlarla olun birlikdə. Birincisi, bəndəliyin birinci xüsusiyyəti budur ki, bəndə Allaha sadiq olsun. Bəndə Allaha sədaqətli olsun. Sadiq olsun bu mənada ki, yəni sədaqətli olsun. Qurani-Kərimdə Allah Taala Həzrəti İbrahim əleyhissalamla olan imtahanlardan söhbət açır və bundan yanaşı Allah Taala İbrahim əleyhissalamın xəlil olmasını deyir. Xəlil yəni dost deməkdir. İttəxəzə Rəbbuhu İbrahimə xəlila. Rəbbi İbrahimi özünə dost qərar verdi. Nəyə görə? Səbəb nə idi? Səbəb Həzrət İbrahim əleyhissalamda olan o həmin sədaqətli olmaq xüsusiyyətidir. Bəzən çox maraqlı bir məsələ burasındadır ki, bəzi xüsusiyyətləri Allah Taala heyvanlardan misal olaraq insana öyrədir. Bəzi xüsusiyyətləri. Məsələn, göstərmək olar ki, Adəm əleyhissalamın oğlu Qabil Habili öldürəndən sonra bilmədi Habilin cənazəsini neynəsin. Özü ilə daşadı o yana, daşadı bu yana, bilmədi neynəsin. Allah Taala Maidə surəsində buyurur ki, bir qarğanı Allah Taala göndərdi. Qarğa başladı digər qarğanı dəfn etmək üçün torpağı qazmağa. Ondan Qabil öyrəndi ki, dəfn etmək lazımdır. Yəni, əgər birdən belə maraqlı suallar sizə versələr ki, bu dəfn hardan gəlib, Qurani-Kərimdə ayəsi Maidə surəsindədir, bəli, qarğadan öyrəndi Qabil dəfn etməyi. Yəni, möcüzədir. Bəlkə də bu həmin Mövlanə Cəlaləddin Rumi və digər onun misalında olan şəxslər təmsillər yazıblar. Təmsillər, yəni heyvanlarla misallar çəkiblər insanlar üçün. Təmsillər yazıblar. Bəlkə də hələ bu məsələlərdən Qurani-Kərimin ayəsindən qaynaqlanıb. Məsələn, Süleyman əleyhissalam keçir qarışqalardan, rəhbəri deyir ki, daxil olun yuvuluza, yoxsa Süleyman sizi elə bu cür hərfi tərcümə ilə deyək, sındırar. Allah Taala Həzrəti Süleymanın nə qədər uca məqam olmasına baxmayaraq, kiçik qarışqanın da sesini eşitməsini misal olaraq göstərir. Yəni, bu günləri əgər bir adam loğa-loğa təkəbbürlə gezirsə, misal olaraq göstərir ki, Süleyman o cür mülk sahibi, o cür padşah, xırda qarışqanın sesini, sözünü eşidir. Yaxud Əshab-ı Kəhf barəsində Allah Taala
Əshab-ı Kəhfin iti barəsində danışır. Quran-ı Kərimdə ayət Allah Taala buyurur ki: "Və kəlbuhum bəsitun zira'ayh." Deyir, onların iti, yəni Əshab-ı Kəhfin iti öz caynaqlarını açmışdı onlara. Hətta misal olaraq Dəstəgəyev ağanın kitabında var belə bir misal. Xarici ölkələrin birində misal göstərir ki, bir nəfər yağışda hava olur, öz plaşını başına çəkir, həyətinə daxil olanda iti ona hürməyə başlayır. Plaşı çəkəndən sonra it görür ki, sahibidir, üstündən neçə gün sonra it vəfat edir. İt ölür. Orada misal olaraq göstərir ki, it öz sahibinə hürdüyündən, xəcalət çəkdiyindən öldü. Yəni, əleyhissalam. Orada heyvanın sədaqətindən göstərir ki, bəzi heyvanlarda olan sədaqət xüsusiyyəti var, sadiqlik xüsusiyyəti var və bu əxlaqda çox gözəl xüsusiyyətlərdən biridir. Çox gözəl xüsusiyyətlərdən biridir ki, insan sadiq olsun. Kimə sadiq olsun? Birinci, öz Rəbbinə sədaqətli olsun. Peyğəmbərinə sədaqətli olsun. Əhl-i Beytə sədaqətli olsun. Əhl-i Beytə sədaqət dediyimiz zaman, məsələn, Peyğəmbər sallavatullahın Əhl-i Beytinə sədaqətli olmaq, Peyğəmbərə sədaqətli olmaqdır. Peyğəmbərə sədaqətli olmaq, Allaha sədaqətli olmaqdır. Əgər xatırlayırsınızsa, İmam Hüseyn əleyhissalamın belə bir səhabəsi var idi. Əvvəl bu həmin adam Əbu Zərin yanında xidmət göstərir. Əbu Zər vəfat eləyəndən sonra İmam Əlinin yanında olub, İmam Əli vəfat eləyəndən sonra gəlib çatıb İmam Hüseynlə birlikdədir. Mən sadiqliyin, sədaqətin xüsusiyyətini göstərirəm ki, tarixdə bu cür insanlar olub. Gəlib o Kərbəlada Aşura vaxtında İmam Hüseyn əleyhissalam hamısına deyir ki, mən öz beyyətimi sizin üzərinizdən götürürəm və gecənin qaranlığında hərəniz mənim ailə üzvlərimdən birini götürməklə çıxın gedin. İmam Hüseyn bu sözü deyir və orada səhabələrindən hərəsi müxtəlif sözlər söyləyirlər. Əlbəttə, qalmaq barəsində, öz sədaqətlərini göstərmək barəsində. Nafi İbn Hilal var idi, İmam Hüseyn əleyhissalama buyurur ki, Allah Taala mənə 70 dəfə də can versə, məni düşmən öldürsə, şəhid olsam, yandırıb külümü havaya sovursalar, yenə də mən sənin yanında olaram. Əgər can versə Allah Taala mənə, mən yenə də sənin yanında olaram. Onlardan biri bir qara zənci idi. İmam Hüseyn əleyhissalam ona dedi ki, mən səndən də beyyətimi götürürəm, çıx getginə. Orada belə bir söz deyir, İmam Hüseyn əleyhissalama dedi, yaxşı vaxtında süfrəndə əyləşib çörək yeyirdim. İndi çətin vaxtında səni qoyub getmək mənə yaraşmaz. Qəşəng sözdür, gözəl sözdür. Sədaqətli olan insanların sözüdür. Dedi, yaxşı vaxtında oturub süfrəndə çörək yeyirdim. Çətin vaxtda səni qoyub getmək mənə yaraşmaz. Və bu həmin sədaqətli olmaq xüsusiyyətini Allah Taala Quran-ı Kərimdə möminlər barəsində buyurur ki, möminlərin belə bir xüsusiyyəti var. Möminlər sadiqdirlər. Allah Taala buyurur ki, möminlər bir-birləri ilə dostluq etdikləri zaman çox sadiqdirlər, çox sədaqətlidirlər və həmin bu gözəl xüsusiyyət barəsində bir çox ayələr, bir çox hədislər var və xülasə olaraq sözümüz, duamız budur ki, Allah Taala bizi sadiq, sədaqətli bəndələrindən qərar versin inşallah. Allah Taala öz böyüklüyü xatirinə bizi bəndəlikdən kənar etməsin. Allah Taala gələn günlərimizi keçən günlərimizdən daha xeyirli, bərəkətli qərar versin. Allah Taala bu cümələr hörmətinə bizi və bütün müsəlman bəndələrini bağışlanmış bəndələrindən qərar versin. Allah Taala tövbələrimizi, dualarımızı müstəcab etsin. Allah Taala zəmanəmizin imamının zuhuru üçün bizi hazır olanlardan qərar versin. Salih əməllərimizi, dualarımızı İmam Zaman əleyhissalamın zuhuruna zəmin qərar versin.
Allah Taala bütün xəstələrə, qazilərimizə tezliklə şəfa inayət etsin. Allah Taala şəhidlərimizə, dünyadan köçən bütün müsəlmanlara rəhmət etsin. Allah Taala hərbiçilərimizi, əsgərlərimizi, vətənimizi, torpağımızı qoruyanları öz nuru ilə hifz etsin. Allah Taala bizim ölkəmizdə, dünyanın hər bir yerində sülh və əmin-amanlıq bərqərar etsin. Allah Taala xalqımızın, dinimizin, ümmətimizin düşmənlərini məhv nabud etsin. Allah Taala müsəlmanlar arasında vəhdət, birlik bərqərar etsin. Allah Taala müsəlmanları dünya və axirətdə qalib etsin. Allah Taala inşallah ən gözəl və ən xeyirli duaları bizim və bütün müsəlmanların barəsində qəbul etsin. İnşallah. Dualarımızın qəbul olmasına xatir Peyğəmbər